Azərbaycan türklərinin millət adı Azəridir. Nə deməkdir Azəri? Az qədim türk tayfamızın adı olub. Bütün qədim kitablarda, bütün qədim tarixi kitablarda hamısında yazılıb. Az adlı türk tayfası olub bu ərazilərdə. Yəni bizim babalarımız, ulu babalarımızın, tayfamızın adı olub Az, Azlar. Əri nə deməkdir? Ər, hamımız bilirik ki, türk sözüdür, ər, insan, kişi deməkdir. Az əri isə, az əri, az kişisi, az insanı deməkdir. Türk sözləri də hamısı. Əzər, bizim Xəzər dənizimizin adı, X, az, ər. Yenə də bizim tayfamızın adı ilə də X hərfini ora ruslar bərkidiblər. Əslində, Həzər, Azər adı olub Xəzərin. Araz çayımız. Ər, az. Yəni, Əraz sözündən götürülüb yenə bizim tayfamızın adı iləndir. Ər, az. Yəni, az ərləri, az kişiləri, az insanları. Bəs Baycan nə deməkdir? Baycan, dövlət, məkan, yurt deməkdir. Azərbaycan. Yəni, az ər, Baycan. Az kişilərinin, az insanlarının dövləti, yurdu deməkdir. Az ər, Baycan. Baycan yenə deyirəm, dövlət, yurt deməkdir. Baycan, məkan, bunlar hamısı peykan, eyni sözlərdir. Bizim tarixçilərimiz, yəni türk qanı axan, türk oğlu türk olan tarixçilərimiz sübut edirlər ki, bugünkü gündə bizim millətimizin adı Azəridir. Bu yaxınlarda dövlət səviyyəsində Azərbaycan türkünün millət adı Azəri olacaq. Az əri, yəni az insanı, az kişisi, türk kişisi. Və bizim ziyalılarımız da bununla razıdırlar. Buna görə də mənim əzizlərim, axır ki, Azərbaycan türkünün millət adı dövlət səviyyəsində qəbul olunacaq. Yəni, az ər, Baycan, az ərlərinin dövləti. Budur bizim adımız, budur bizim tayfamızın, millətimizin adı. Azərbaycan türkünün millət adı Azəri, yəni az kişisi, türk kişisi.